Çox asan dərsdir. Qulaq asın uşaqlar. Bəli. Ədədin modulu nə deməkdir uşaqlar? Ədədin modulu ümumiyyətcə ədəd oxunda ədədə uyğun nöqtədən sıfıra qədər olan məsafədir uşaqlar. Baxın. Məsələn, deyirəm ki, -3. Deyirəm ki, -3 modul işarəsi budur uşaqlar. Baxın, modulu bu işarədir. Və yaxud da ədədin mütləq qiyməti də deyilir buna. Ədədin mütləq qiyməti heç vaxt mənfi ola bilməz uşaqlar. Heç vaxt. Çünki deyirəm ki, mən nə deyirəm? Deyirəm ədəd oxunda ədədə uyğun nöqtədən sıfıra qədər məsafə. Məsafə mənfi ədəd ola bilər? Xeyr, məsafə mənfi ədəd ola bilməz. İndi bu 3-dən qulaq asırıq. Bu 3-dən sıfıra qədər məsafə nə qədərdir? -3-dən sıfıra qədər olan məsafə nə qədərdir? 3-dür də, hə uşaqlar? Və yaxud da bu 3-dən sıfıra qədər olan məsafə nə qədərdir? 3-dür. 3-dür. Ədədin modulu da uşaqlar. Məsələn, deyirəm ki, -3. Yadınızda qalsın. Həmişə moduldan, yəni ədədin mütləq qiyməti, ədədin modulu, bax bu formada verilir. Məsələn, hər hansı bir ədəddir. Onun mütləq qiyməti, bax, belə verilir bizə. Yaxşımı? Buna deyilər həm ədədin modulu, həm də ədədin mütləq qiyməti. Və həmişə ədədin mütləq qiyməti, uşaqlar, həmişə müsbət olur. Mənfi ola bilməz. Baxın. Mən yazmışam -3 eləmi? Moduldan həmişə müsbət çıxır. Nədir? 3-dür. -7 modulda. Neçədir? 7-dir. -19 modulda. Neçədir? 19-dur. Müsbət də elə müsbət çıxır. Məsələn, uşaqlar, 4-ün modulu nədir? Bəli, müsbətdirsə müsbət çıxacaqdır. Yəni, ədədin modulu heç vaxt mənfi ədəd çıxmır. Həmişə müsbət ədəd çıxır. Bunu yadınıza saxlayın. Müsbət ədədin özü də elə müsbət ədəddir. Sonra uşaqlar, sıfırın modulu sıfıra bərabərdir. Məsələn, modulda sıfır elə sıfırın özünə bərabərdir. Bilirik də sıfırın mənfisi müsbəti olmur ki, biz ona -0 yazaq. Deməli, məsələn, uşaqlar, deyir ki, verilmiş ədədlərin modulunu yazın. Məsələn, 5 ədədinin modulunu deyir yaz. Modulda 5 neçədir? 5-ə bərabərdir. Sonra, -81-in modulunu yaz deyir. Neçədir? 81. Sonra, Aylin, sən də görüm. -32-nin modulu. 32. Bəli, moduldan həmişə müsbət ədəd çıxır uşaqlar. Həmişə onun əksi çıxır. Həmişə. Heç vaxt mənfi çıxa bilməz. Bu aydın olsun sizə. Bunu yəni bilin. İndi uşaqlar. Məsələn, burada səhifə 79-da kitabımızda 79-da ikinci çalışmamıza baxın. Deyir ki, uşaqlar. Olar. Ona qədər də mən çəkirəm, olar. Burada uşaqlar, biraz ədədlərimiz çoxdur, mən yerləşdirə bilmədim. İndi sadəcə olaraq yerləşdirə biləcəklərimizi yerləşdirəcəyik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, nə deyir uşaqlar? Deyir ki, bu nöqtəni verib F nöqtəsi. Sonra bu nöqtəni verib A nöqtəsi.
Daha sonra bu nöqtəni verib B nöqtəsi. Orada uşaqlar C nöqtəsini mənfi 10-da verib, mən də mənfi 9-da edirəm. Fərqi yoxdur yəni. Sonra E nöqtəsi verib 3-də. Sonra 7-də D nöqtəsi verib. Daha sonra C'də də 10 nöqtəsi verib. Deyir ki, uşaqlar, deyir ki, ədəd oxunda verilmiş nöqtələrin koordinatlarını yazın. Koordinatlarını necə yazacağıq? Keçən dərsdə demişdim. Bəli. Bəli. B mötərizədə mənfi 7. Daha sonra bəli. Daha sonra C nöqtəsinin koordinatı nədir? C nöqtəsinin. Bərabərdir, yox. C mənfi 9. A nöqtəsinin koordinatı nədir? Mənfi 4. F nöqtəsinin koordinatı nədir? 0. Y nöqtəsinin koordinatı nədir? 3. 3. D nöqtəsinin koordinatını deyin. 7. C nöqtəsinin koordinatı 10. Baxın uşaqlar, koordinatları yadınızdan çıxartmasın. Deməli, ədəd oxunda koordinatları yazmağın qaydası hər ədədin üzərində koordinatı olur. Məsələn, A nöqtəsinin koordinatı mənfi 4 və s. Deyir ki, bizə nümunə olaraq bir dənə misal verir. Deyir, hər bir misalın koordinatı ilə sonra onun modulunu tapıb moduldan ədəd çıxartmaq. Məsələn, daha doğrusu ədəd oxunda verilmiş nöqtənin koordinatının modulunu tap deyir uşaqlar. Burada mənfi 7-dir, bu? Bəli, mənfi 7. Bu da olacaq nə? Mənfi 7 modulda. Bu da nəyə bərabərdir uşaqlar? 7-yə. Sonra başqa hansını yaza biləcəyik? A nöqtəsinin koordinatının modulunu tapacağıq. Mənfi 4. O da nəyə bərabərdir? 4-ə. Sonra G nöqtəsini tapaq uşaqlar koordinatın modulunu. Nəyə bərabər olacaqdır? 10-a. O da bərabərdir 10-a. Aydın oldu uşaqlar. Deməli. Bura aydın oldusa, keçək o birisi misallara, misallar üzərində baxaq. Deyir ki, boş xanaya uyğun ədədləri müəyyən edin və ədəd oxunda göstərin. Məsələn, B variantında mənfi 5-in nə olacaqdır? 5. Ədəd oxunda qeyd etməyi necə qeyd edəcəksiniz? Mənfi 5-i. Mənfi 5-i soruşur bizdən. Mənfi 5-in də koordinatını ədəd oxunda qeyd edəcəyik. Yaxşı mı? Necə qeyd edəcəksiniz? Mənfi 5-dir də, 0. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5. Mənfi 5-dən 0-a qədər olan uzunluq, məsafə. Buradan bura qədər olan məsafəni qeyd edəcəksiniz. Və yaxud da belə bir şəkildə qeyd edəcəksiniz. O fərqi yoxdur, yəni göstərmə şəkli. Bəli, məsələn, buradan bura qədər olan məsafə deyilir. Mənfi 5 buradan bura qədər olan məsafədir. Yaxşı mı? Bəli, belə daha səliqəlidir. Sonra bəli. Sonra uşaqlar, bir dənə qayda da var, ona da baxaq. Baxın uşaqlar, mən dedim ki, modulda mənfidən, məsələn, mənfi 3-dən çıxacaq nə? Müsbət 3-ə uşaqlar. Bu, ədədin modulunun içinə daxildir. Amma bəzən bizə belə bir şey verəcəkdir uşaqlar. Baxın, verəcəkdir ki, mənfi 3. Baxın uşaqlar, modulun içindən nə çıxır? Mən modulun için bilirəm də, Qalanın olduğu kimi yazıram. Bax, mənfini kənarda yazıram. Yazdım. Modulun içinə baxıram. Nə çıxacaq modulun içindən? 3.
Eləmi uşaqlar? 3. Nə oldu? -3. Gördünüz? Başqa bir misala baxaq. Məsələn, mənfi eyni ədədə baxaq elə. 3. Baxın, mən kənardakını yazıram. Mənfi, modulda 3 də elə 3'dür. -3. Aydın oldu uşaqlar. Məsələn, -4 neçəyə bərabər olacaqdır? Modulda neçəyə bərabər olacaq? -4'ə. Aylin desin. -12 neçəyə bərabər olacaq Aylin? Niyə müsbət 12 Aylin? Bax, kənarda da bir dənə mənfim var. Onu yazıram. Amma modulun içinə çıxacaq Aylin. -12 nə çıxacaq? Bax, bura nə çıxacaq? Müsbət çıxacaq da, hə? Müsbət 12. Amma kənarda bir dənə mənfim var. Onu yazıram yanına. Yaxşı, Aylin. Onda yaxşı, bəs de görüm. -17 neçə çıxacaqdır? Neçəyə bərabər olacaq? -17'ye bərabər olacaqdır. Aydın oldu. Aydın oldu uşaqlar. Aha. İndi gəlin misallar üzərində baxaq da bunlara. Məsələn, deyir ki, modulda 6. Modulda -6 üstə gəlinsin. Məsələn, 5. Nəyə bərabər olacaq? Neçə olacaq? 6 üstə gələk 5. İndi Aylin deyəcəkdi mənə. Modulda -10 vur 4 üstə gəlinsin 6 Aylin. Yox, necə olacaq? Sırayla de. Niyə -10'u vurursan? Axın birinci çıxardacaq moduldan nəyi? Bax, modulda -10'dur. -10'dan nə çıxacaq? Bax, modulda mənfidən Aylin həmişə müsbət çıxır. İçindən həmişə müsbət çıxır. Bunun kənarında bir dənə mənfi yoxdur ki. Yoxdur da, hə? Yoxdur. Bunun içində mənfi varsa həmişə ondan müsbət çıxır. Həmişə. Həmişə müsbət çıxır. Yaxşı. Olacaq nə Aylin? 10 vur 4 üstə gələk 6. O da eləyəcək 40 üstə gələk 6 46. Daha sonra modulda -15 Rüqəyyə desin. Böl -3 modulda. Nəyə bərabər olacaq? 15 3. Bəli. Aha. Aylin desin. Aylin desin. Deməli. -7 modulda Aylin vurulsun. 3 üstə gələk modulda -3. De görüm Aylin. 7 vurulsun. Mötərizə açıram. Aha. Aha. 3. Bəli. Olacaq nə? 7 vurulsun 9'a. Aydın oldu sizə uşaqlar. Aydın oldu Aylin sənə. Deməli, moduldan həmişə nə çıxır? Həmişə ədədin mütləq qiyməti nədir? Həmişə müsbət çıxır. Sadəcə olaraq bəzən bizə kənarında mənfi verərlərsə, uşaqlar, məsələn, kənardan moduldan kənardır da bu mənfi, hə? Baxın. Aha, mənə moduldan kənarda mənfi verərlərsə, məsələn, mənfi modulda mənfi 23. Baxın, hansı ifadəni Aylin, Rüqəyyə? Aha. İndi moduldan, baxın, moduldan mütləq şəkildə çıxartmaq lazımdır Rüqəyyə. -7'ni moduldan çıxartdım, neçə elədim? 7. 7 vurulsun. Mötərizə açıram.
3 üstə gələk. Bu mənfi 3-ü də moduldan çıxartmaq lazımdır. Birinci işimiz başa düşdün? Aha, aferin. İndi keçdik aşağı bax. Hə, 9 yazmışam. Hə, ola bilər 6-dır, düzdür. Səhvlik var. Diqqətsiz olmuşam. Baxın uşaqlar, mənfi modulda mənfi 23. Mən modulun içinə baxıram. Kənarında nə varsa yazıram. Məsələn, mənfi deyil, yazıram mənfi. Deməli, mənfi 23-dən nə çıxacaq? Modulda mənfi 23-dən nə çıxacaq? 23 çıxacaq, yazacaq. Bəli. Aha. Aylin desin bir də bunu. Neçəyə bərabər olacaq Aylin? 42-yə yoxsa mənfi 42-yə Aylin? Bax Aylin. Bax, bu moduldan 42 çıxır. Eləmi Aylin? Bu mənfi də bunun qabağındadır. Mənfi 42. İndi misallara baxaq uşaqlar. Buna aid bir-iki dənə misallara baxaq. Deyir ki, müqayisə edin uşaqlar. Baxın. Bir dənə müqayisə işarələrinə baxaq. Burada 7-ci çalışmada. Modulda 22 və mənfi 22. Modulda 22-də neçə çıxacaq? 22 çıxacaq da uşaqlar. Və mənfi 22. Hansı işarəni yazacağım? Hansı müqayisə işarəsini yazacağım? Düz deyir Aylin Rüqeyya. Bəli, bəli, bəli. Bəs yaxşı, deyin görüm. Belə olduqda nə olacaq? Bəli, bundan 22 çıxır və bu da özü də 22-dir, bərabərdir. Aha. Daha sonra uşaqlar, mənfi 10 və mənfi və modulda mənfi 24. Aha. Bu olacaq mənfi 10. Bu da nə olacaq uşaqlar? Bax, bu nə olacaq? Mənfi 24. Bəli, mənfi 24. Müqayisə edin. Bəli, mənfi 10 böyükdür mənfi 24-dən. Sonra mənfi 69 və 0. Müqayisə edin. Düz deyir Aylin. Bəli, mənfi 69, 0. 0 böyükdür mənfi 69-dan. Bəli, bütün mənfi ədədlər 0-dan kiçikdir. Düzdür. Bura aydın o. De. Necə? Məsələn. Nə deməkdir? Bəli, mənfi 5, mənfi 5. Bərabərdirlər də, əlbəttə ki. Sonra uşaqlar. Deyir ki, hansı misala baxaq? 10-cu misala baxaq gəlin. Deyir ki, sıralayın. Artan sıra ilə, azalan sıra ilə. Yazaq birin. Yazaq birin artan sıranı. Deməli, mənfi 29. Modulda mənfi 36. 0 və modulda 38. Artan sırayla de görüm Rüqeyyə. Bəli, bəli.
Aha. İndi artan sırayla deyil. Bəli. Aha. Aylin desin o birsin. Aylin desin. Aylin de görüm. Aha. 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 Burada modul yoktu da. Burada öz elə mənfi 29'da Aylin. Aha. İndi artan sırayla deyil. Bəli. Artan sırayla. Artan sırayla. Artan sırayla deməli mənfi 29. Aha. Mənfi 24. Hanı mənfi 24? Aha, mənfi 20. Kırk sekiz, 43, 24 Aylin. Artan sırayla. Bəli, 24, 43, 48. Bəli. Aydın oldu uşaqlar sizə bu. Çətinliyimiz olmadı burada neyse bir şey. Deməli, bu qədər. Dərsimiz bundan ibarətdir. Çox çətin dərs deyil. Gəlin 11-ci misala da baxaq uşaqlar. Deyir ki, başa düşmədin Aylin? Aha. Aha. Deyir ki, modulda kiçikdir 3. Mən bura bu ədədlərdən mənfi 5, mənfi 3, 0, 2 və 4 hansılar yaza bilərəm modula? 2 yaza bilərik. 0, 2. 0, 2. Yaxşı. Deyirsiniz ki 0 yaza bilərəm, 2 yaza bilərəm. Bəs yaxşı 3'ü yaza bilmərəm, mənfi 3'ü. Olar. Ay Rüqeyyə. Bəli. Rüqeyyə, necə ola bilər ki? Bu modulda mənfi 3'ü yazsam, kiçikdir 3'dən. 3, bəli, kiçik bərabərdir 3 olmalıdır. Amma bu xət yoxdur axır. Bəli, 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 bəli. Daha sonra birinə də baxaq. Modulda. Kiçik bərabərdir 6-da. Boşluğun yerinə hansı ədədlər uyğun gələ bilər? Aylin desin. Aha. Sıfır gələ bilər. 2 gələ bilər. Niyə gələ bilmir ki? 6 niyə gələ bilməsin ki? 6 kiçik. Bəli, bəli. Axı modulun içinə deyirəm. Bax modulun içinə deyirəm. Bəli, onda 8 olacaqdı. O da 8 də kiçik bərabər deyil axı 6-dan. Mənfi 1, bəli.
Aydın oldu uşaqlar sizə. Deməli, mənfi ədədin modulu həmişə nədir uşaqlar? Müsbət ədəddir. Aha. Bəli, müsbət ədədin modulu həmişə müsbət ədəddir. Bəli, ədədin modulu özünə bərabərdir. Deməli, bu qədər. Qaydamızdan bu qədər uşaqlar. Çətinliyiniz varmı, yoxmu? Bu qədər. Yazarsınız çalışmaları. Səhifə 79, 80, 81-də bütün çalışmaları yazırsınız. 79, 80, 81. Bütün çalışmaları yazın. Yaxşı uşaqlar. Sabah üçün axşama qədər yazın, çalışın. Yaxşı. Sabahda keçərik tam ədədlərin toplanmasın. Oldu. Nəsə sualınız var? Görüm Namazovdan da tapsam çalışmalar atacağım sizə uşaqlar. Namazovdan da çalışmalar var. Atacağım. Yaxşı mı? Ədədin mütləq qiymətini. Oldu. Sağ olun uşaqlar. Sağ olun. Sağ olun.